Xamneyə zərər dəyərsə cihad elan ediləcək. Bəli, bu xəbərdarlıq Amerikaya İran tərəfindən deyil, İraq tərəfindən gəldi. 23 fevral tarixli və gündəm xəbərinin efirində bir məlumatı diqqətinizə çatdırırıq. Belə ki, İraqın ruhani liderlərindən biri Amerikaya xəbərdarlıq edib. Dünən İraqın nüfuzlu şiə ruhani lideri Əli Sistani Amerikanın İrana mümkün hərbi zərbəsi ilə bağlı sərt mövqe bildirib. Məlumata görə, Sistaninin nümayəndəsi ilə İranın Bağdaddakı səfiri Məhəmməd Kazım Əs-Sadiq arasında keçirilən görüş zamanı Tehrana şifahi mesaj çatdırılıb. Mesajda qeyd olunub ki, əgər Amerika İrana hücum eləyər və İranın ali rəhbəri Əli Xamneyi zərər görərsə, İraqdakı Amerika qüvvələrinə qarşı cihad əmri verilə bilər. Məhz qeyd edək ki, adının açıqlanmasını istəməyən mənbə bildirir ki, bu mesaj məhz Vaşinqtona açıq xəbərdarlıq xarakteri daşıyır. Bəli, İran və Amerika arasında gərginlik get-gedə davam eləməkdədir və əlavə olaraq bildirək ki, Avropa ölkələrindən əlavə artıq Asiya ölkələrinin də bir çoxları məhz öz turistlərini, vətəndaşlarını turist olaraq İrandan geri çağırmağa xəbərdarlıq edir.